siz də indi elə bir vəziyyətdəsiniz. İlk sizin gələ içinizdəki o güvəni çıxaraq, sonra rəqsə keçək. Mən sizi məcbur eləyə bilərəm, amma siz gecə yatanda yox, mən onsuz da bilmirəm deyəcəksiniz. İstedadsız insan yoxdur. İstedadı bastırılmış, əzilmiş, küçük düşürülmüş, başqa yerə yönləndirilmiş insanlar var. Səndən rəqs eləyən çıxar, sən biləmiş, falan şey eləyə bilərsən. Sən Allah otur orada bir şeylə belə eləyirlər. O anda bütün axı insan o anda həyecanlı anında olur. Şuur altı deyir ki, düz deyir də səndən bir şey bunu eləyən çıxar. Nə bilim, bunu yazan çıxar, bunu güzəldən çıxar. 38 yaşında 38 yaşında işin gücün qutarıb. İndi gördünüz nə qəşəngləriniz. Özünüz deyin, mən demir. Yox, gözəl elədim. Yəni çünki burada var. Allah heç bir bəndəsini ayrımcılıqla, fərqli o rüşvətlə yaratmadı. Sadəcə bizə şans verdi ki, avaladan mən vermişəm. Elə ki, valideynimiz bizə pul verir, deyir, hərəmizə verir bu qədər. Deyir, özün xərclə. İndi baxın necə qənaət edə bilirsən, saxlaya bilirsən, yığa bilirsən. Elə bir ki, həyətdə bir küp var, qızıl küpü. Bilir sizi o həyətdədir, amma harda olduğunu bilmirsiniz. İllərcə qazmaq yerinə bilən birini çağırırsınız. Mən tək olmayayım, başqa müəllimlər, başqa işini layiqi ilə yapa bilənlər çağırırsınız. 2 il, 3 il uğraşmaqdansa, deyir ki, məsələn, burada ola bilər. Bəli, əziyyət çəkirsiniz, amma o küpü tapırsınız və ömür boyu ondan istifadə edirsiniz. İstedad da belə bir şeydir. Bəzilərində suyun üzündə olar, bəziləri də o qədər dərində olar ki, xəbəri belə olmaz.